Şofa məscidindəyik. Ziyarətlərimiz davam eləyir. Gördüyünüz bu mübarək qəbirdə dəfn olunan şəxs Həzrəti İmam Hüseyn əleyhissalamın əmsi oğlu Müslüm İbni Əqildir. İmam Hüseyn əleyhissalamın naibi idi və İmam Hüseyn əleyhissalam onu göndərir Kufəyə ki, görsün həqiqətən Kufə əhli öz əhdlərinə vəfa göstərir ya yox. Çünki Kufə əhli məktub yazmışdılar İmam Hüseynə ki, ağa gəl, səni gözləyirik, səni istəyirik, bizim rəhbərimiz, imamımız sənsən, gəl biz sənin yanındayıq. Amma təəssüflər olsun ki, əhdlərinə xilaf çıxdılar, İmam Hüseyn əleyhissalamı tək qoydular. Müslüm İbni Əqili öldürdülər. Və Müslüm İbni Əqilin qəbrinin arxa tərəfində isə İmam Hüseyn əleyhissalamın qatillərindən qisas alan Həzrəti xanım Zeynəbin İmam Səccad əleyhissalamın yanan qəlbinə su səpən Muxtar Səqəfinin mübarək qəbrinin ziyarəti. Allah Muxtardan razı olsun ki, xanım Zeynəb buyurur, Allah Muxtardan razı olsun ki, bizim qəlbimizə su səpdi. Allah İmam Hüseyn əleyhissalamla məhşur eləsin inşallah. Kərbəla Məşəd ziyarətimiz davam eləyir. Hər zaman Uğur Travel şirkəti heyət olaraq xidmətinizdəyik. Allah qəbul eləsin. Hər ay Məşəd Kərbəla ziyarətimiz mövcuddur. Bizlərə müraciət edə bilərsiniz.